Evə köçəndən demək olar ki, buranı heç təmizləməmişdim. Ona görə dedim sizinlə birlikdə sınayaq görək buradan nə qədər çirk çıxacaqdı. Baxın, bu belə bir suyu çıxdı. Həqiqətən də çox çirkli idi. İndi suyu tökəndə bir də sizinlə birlikdə də sizə baxarsınız. Amma etapda qəşəng oldu, təravətləndi. Düzdür, suyunu çox çəkə bilmədim. Düşündüm ki, gün vurur bura və gün ərzində tez quruyacaqdı. Qəşəng təmizlədi. Əsas odur ki, insanın ürəyi rahat olur ki, yəni təmizdir. Təbii ki, birlikdə buraları da təmizləyəcəyik. Mütləq sifariş edin deyərdim. Yəni, bildiyiniz bütün yumuşaq mebelləri qəşəng təmizləyə bilərsiniz. Ən azından yəni, təravətlənmiş olacaq da. İndi keçək buraları təmizləyək. Suyunu boşaltdım. Bunun içini yudum. İndi ağzına açıq qoydum ki, biraz qurusun. Bu qapağıdır. Belə. Sonra buradakı suyunu da aparıb boşaldacağım. Bunu da qoyacağım. Qurusun qəşəng. Şiddətlə bunu mən sizə tövsiyə edirəm. Kompaktdır. Baxın, balaca bir şeydir, amma gözəl də gücü var. Qəşəng tərtəmiz elədi. Yəni 3-cü dəfədir ki, bunu sınaqdan keçirirəm və çox bəyəndim. Burada artikulunu paylaşıram. Əgər istəsəniz ala bilərsiniz. Bir də bunun qırmızı rəngdə olanı var. Amma düşünürəm qırmızı biraz soluq görsənir, amma yaşıl belə biraz qəşəng görsənir, bakat görsənir. Ona görə linkini paylaşıram. İstəsəniz sifariş edərsiniz. Qiyməti hardasa 100 neçə manatdır. Endirimə salıb da ala bilərsiniz. Mən endirimdən hardasa 92 manata falan belə almışdım. Düşünürəm qiyməti çox ucuzdur. Çünki belə baxıram, Bakıda 200-dən aşağı mən tapa bilməmişdim. Ona görə öz tutdum Temuya. Risk eləyərək sifariş etdim və inanın ki, o riskə dəydi. Həqiqətən də çox əlimdən tutdu. Nə harasa çirklənəndə mən əlimlə təmizləməyəcəm də. Yəni bunu gətirəcəm və bundan qəşəng rahat təmizləyəcəm. Belə çox qəşəngdir. Məncə sifariş edin. Belə göstərim sizə. Həm də yığılması da yəqin ki, fikir verdiniz. Baxın, şnurkası belə dolanır. Buradan belə fırladırsan, açılır, çıxır. Bir də şlanqın özü də belə öz ətrafına belə fırlanır və bu da bura belə keçir. Qəşəng, çox qəşəngdir, amma görkəmi falan da yaxşıdır. Həm də kompaktdır da. Baxın, balacadır, çox da yer tutmaz. Gəlin sizə yoxa çıxmamın səbəbini danışım. Yəqin ki, əvvəlki vloqlarımı izləyəndə artıq bilirsiniz ki, mənim qan təzyiq problemim var. Demək olar ki, hardasa bir həftə mən o təzyiqi yaşadım. Bir dəfə həkimə demişdim qan təzyiqim barədə. Dedi ki, bəs bu sizdə normaldır. Mənim təzyiqim 90-60-adır və mənim vəziyyətimdə olanlar təbii ki, mənə başa düşəcəklər. Əgər hava dəyişirsə, məsələn, soyuqdan istiyə keçirsə və yaxud da istidən soyuğa anidən keçirsə, onda bizdə belə deyim ki, qan oynayır və belə deyim ki, insanı sirkələyir, başda gicəllənə bilər və s. Əslində bu normal bir şeydir, bu təzyiqinə, yəni 90-dan 60-a. Ona görə mən yox idim ortalıqda, düz bir həftə ancaq yatırdım. Bir də təbii ki, mənim əkizlərim də son vaxtlar nəsə başlayıblar gecə saat 3-də, 4-də yatmağa, bilmirəm nə ilə əlaqəlidir. Mən də bir ana olaraq təbii ki, onları buraxmırdım, yatmırdım, telefona baxırdım və yaxud elə belə onların yanında uzanırdım ki, bəlkə yatarlar. Bəzən də ayağımı alıb yelləyirdim ki, yatsınlar. Özüm də telefonda nəyəsə baxırdım, YouTube-da və yaxud Instagramda. Belə deyim, başımı qarışdırırdım. Və gecə saat 3-də, 4-də yatmağa görə mən təbii ki, çox yorğun olurdum. Səhər də dururdum, yoldaşımı işə yola salırdım. Yəni bildiyiniz çox çətin idi və çalışırdım ki, gün ərzində heç olmasa 1 saat falan belə uşaqlar yatanda mən də yatım gün ortaları, yəni ki, belə çox yorğun olmayım. Və bu səbəbdən vlog paylaşa bilmirdim. Əslində çəkmişdim. Məsələn, buraları təmizlədiyim video hal-hazırda gördüyünüz bu videonu çəkmişdim, amma çox az idi deyənə mən bunu paylaşmaq istəmədim. Dedim, əlavələr də yenə nəsə çəkərəm. Yəni bir sözlə həvəs belə olmurdu da video çəkməyə də, montaj etməyə də, yorğunçuluqdan, yəni ancaq tez ortalığı təmizləyirdim, yığışdırırdım, uşaqlara baxırdım. Hə, bir də onu da qeyd edeyim ki, biz hətta parkada belə düşürdük. Mənim oğlum bir tayı, yəni Rail ən çox xoşlayır gəzməyə, parka getməyi, nə bilim, yellənməyi. Ona görə çalışırdım onları da aşağı düşürüm. Qızımla bir yerdə düşürürdük, aparırdıq və yaxud yoldaşım gəlirdi, onunla birlikdə aparırdıq, biraz gəzdirirdik. Təbii ki, onun da yorğunçuluğu olurdu üstümdə.
Özüm belə açıq qoydum. Dedim qoy tam qurusun. Axşama qədər quruyacaqdı. Çünki mən divanı yuyanda o bir evdə divanı yudum və baxdım ki, artıq bir 5-6 saniyə saata saniyə deyirəm. 5-6 saata tam qurudu. Ona görə gözləyirik ki, bu da burada 5-6 saata yəqin ki, çox güman ki, quruyar və ondan sonra artıq buranı belə düzəldərəm. Biz bu evə yeni köçəndə fikir verdim ki, burada belə ləkələr var. Aynanın kənarında, belə patakonikdə. Nə ilə sürtdümsə getmədi. Asta vurdum, xlor falan da hər şeydən sürtmələdim. Yəni getmədi bu sarı ləkə. Burada az görsənir. Ola bilsin ki, telefonda az göstərir, amma çoxdur. Burada da var. Bir də burada da çoxdur. Baxın, fikir verirsiniz, çox pis ləkələrdir. Bir də burada divarda da var. Mən keçən dəfə bir şey aldım və sizə göstərmişdim. Bu arada fikir verdinizsə, aynaya jalüz elətdirdik bu otağa, bir də qızımın otağına. Çünki bizdə həm qarşı tərəfdə bina var, həm də bu böyürdə bina var. Hansı ki, mən aynayı açmaq istəyəndə içəri görsənir. Mən də sevmirəm elə şeyi ki, yəni mənim evimin içi görsənsin. Ona görə yoldaşımla danışdım ki, bəs belə jalüz elətdirək ki, bəs içəri ümumiyyətlə görsənməsin. Mənə işıq lazım olanda bunu belə açacağım. Həm açım içəri işıq da olsun, həm də ki, belə bağlayanda elə bir ki, günəşlik pərdəsi olur. Baxın, ona əvəz olsun. Ona görə belə bir şey elətdirdik. Bura bir də qızımın otağına. Keçən dəfə sizə bunu göstərmişdim. Temudan sifariş etmişəm, amma nə olduğunu sizə deməmişdim. Bu patakonik üçün belə bir, belə deyim, vinildir. Ölçüsünü biraz iri götürmüşəm. Həm də bu aşağıya qədər getsin deyə, baxın, bura qədər belə getsin deyənə böyük ölçüdə götürmüşdüm. Bir şey oldu. Yəqin ki, siz də bəyənərsiniz. Bir dənə baxın, bu küncə eləyə bilmədim. Fikir verirsiniz, biraz boşluq qaldı bu küncdə. Şey olur, bu küncə vurursan silikonlar maya şəklində paylaşmalar və biz bu küncləri onunla doldurarıq. Belə. Ayna üçün bu kənarlıq olur. Baxın, ondan deyirəm, yoldaşımalar gətirər, elə taxarıq bura. Bu arada aboy falan dəyişəcək. Daxır, fikir verirsiniz, aboylar çox pis gündədir. Burada da belə bir şeylər var. Dəyişəcək buranı inşallah. Amma belə etapda düşünürəm, qəşəng oldu. Yaxşı oldu. Əsas o da bəlkə görüntü yoxdur. Və bunun teksturası çox xoşuma gəldi. Belə sanki ağacdır. Qəşəngdir. Əvvəlki vəziyyət həqiqətən də bərbad idi. Ona görə mən bunu məcbur dəyişməli oldum. Otağını da həll elədim. Baxın, burada da eyni vəziyyət idi. Amma burada daha çox bərbad idi. Qablarını dəyişəcəm. Qablarını belə daraq formada, gül qabları olur, siz bildiniz hansından deyirəm. Onlardan alacağım. Tək bunlara yox, digərlərinə də istəyirəm alım, dəyişim. Bu arada qeyd eləməmişdim. Gülləri də qəşəng yudum, dibçəklərin kənarlarını falan da qəşəng yudum. Elə qoydum. Burada da digər otaqda da sadəcə qaldı bir dənə qablarını dəyişmək. Onları da inşallah yavaş-yavaş dəyişərəm. Belə amma etapda düşünürəm, aynanın kənarında daha yaxşı durar. Həm də gün işığı falan belə dəyər, inkişaf gedər. İnşallah dəyişmək istəyirəm. Sadə tül asacağım buradan. Amma ki, hələ ki almamışam. Yoxdur məndə hal-hazırda tül. Burada oje quruma etabı gedir. Burada bir balaca nəmiş qalıbdı. Hardasa 2 saat falan belə vaxt keçibdi ki, mən bunu yuyandan. Düşünürəm, yaxşıdır. Baxın, tam axşam yatmamışdan qabaq oje bura tam quruyacaqdı. Ona görə tövsiyə edirəm, mütləq alın. Evdə düşünürəm, elə bir aparat yaxşıdır, olmalıdır hər xanımın evində.
Bu xalçanı mən Trendyoldan sifariş etmişdim, Türkiyə ünvanı ilə. Mən bunu sifariş edəndə həmin vaxt Azərbaycana çatdırılma ümumiyyətlə yox idi, ancaq Türkiyə ünvanından sifariş etmək olardı. Nəsə keçdim, baxdım və bu xalçanı çox bəyənmişdim. Dedim ki, alım. Aldım, gətirdilər, qəşəng sərdim, digər evə sərmişdim. Bir il hardasa qaldı, qəşəng çirklənmir, ləkə götürmür. Kirlənəndə də tez silmək olar. Çox yaxşı xalçadır, amma ki, hal-hazırda yenə olsa belə Türkiyə ünvanı ilə sifariş etmək olar. Bir dəfə Instagramda mən qeyd eləmişdim ki, bəs bu xalçanın başına iş gəlibdi. Neynədim deməli? Bir il digər evdə yerdə sərili qaldı, çirkləndi. Verdim xalça yumaya, yudular, gətirirlər qəşəng. Yəni salafana büküb gətirirlər də. Mən də bunu sadəcə bir balaca deşiyi açdım və qoydum qapının arxasına ki, yeni evim olanda yeni evimə apararam və ora sərərəm. Təsəvvür edin ki, düz bir il həmin o salafanda qaldı. İndi gəldik bu evə köçdük. Burada açanda dəhşətə gəldim. İçi nə gündə idi. Xalçanın üzərində belə qırmızı ləkələr var idi. Saçaqlarında ən çox var idi. Amma yenə də o vəziyyətdə sərdim qaldım. Dedim qoy uşaqlar üstündə oynasınlar, biraz çirkləndirsinlər, verərəm xalça yumaya. İndi xalça yuma ilə danışdım. Gəldilər, apardılar xalçanı və mən başladım buraları təmizləməyə. Deməli, bizim ən çirkli yerimiz elə buradır demək olar ki, necə yəni çirkli? Yəni mən buraları təmizləyirəm və uşaqlar gəlirlər, dağıdırlar. Paduşkaları yerə tökürlər və mən də sonra yığışdıraram. Əslində mən demək olar ki, uşaqlar burada oynayanda, deməli paduşkaları yerə atanda mən yığışdırmıram. Çünki icazə verirəm ki, oynasınlar, tam bezsinlər və sonra artıq yığışdıraram. Təbii ki, mənim uşaqlarım da görürəm ki, təmizliyi sevirlər. Çünki mən buranı qəşəng səliqəyə salanda çıxıb qəşəng usulu bəbələr, türklər demiş, çıxırlar, otururlar orada və bir hardasa 5 dəqiqədən sonra yenə başlayırlar hər şeyi yerə tökməyə. Mən buraları təmizləyən zaman uşaqlar yatmışdılar. Səsdə öyrətmişəm yatmağı. Yəni televizorun səsinə və yaxud da ümumiyyətlə səs-küydə yatmağı sevirlər. Mən düşünürəm ki, ən yaxşısı budur. Əgər sizin də körpəniz varsa, düşünürəm səsdə yatmağı öyrədin. Çünki səssizdə yatanda o uşağa bir damcı bir səs gələn kimi o uşaq ayılır yuxudan. Ona görə çalışdığım qədər uşaqlıqdan onları öyrətmişəm ki, səsdə yatsınlar. İndi də evi plisoslayıram. Yəni tık səsinə, yəni ki, ayılmırlar da yuxudan. Üstünə zibil keçəndə qəşəng rahat çıxartıb plisoslayıb silmək olar. Yəni divanı çəkməyə bu tərəfə ehtiyac yoxdur. Ayda bir dəfə çəkib dərin təmizlik eləmək olar. Amma belə düşünürəm ki, yaxşıdır ki, açıqdır. Marketə getmişdim, indirimlərdən faydalandım. 2 dənə biləm. Buna nə deyirlər? Pakrival aldım. Bunu mən 20 manata aldım bir dənəsini. Deməli, belə bir şeydir. Tək nəfərlik də var idi, bir də 2 nəfərlik. Ölçüsü də qoyun deyim sizə, bu tək nəfərlərinki 140-ın 200-ədir. Bir də var idi, bilmirəm 100 neçənin 240-a, yoxsa 200-ün 240-a idi, yadımdan çıxdı. Axır o 2 nəfərlik idi. Bu isə 1 nəfərlikdir, belə qəşəng. Sadəcə bunu atmalıyam yumağa, parıb ataram yumağa. Belə deyim sizə, qışda mən ümumiyyətlə yorğanda yata bilmirəm də, belə deyim də sizə. Yəni çox isti olur, təriyən birilərik. Mən də mənim uşaqlarım da, çünki biz uşaqlıqdan sərinə öyrəşmişik, ona görə istiyi götürəmirik. Ona görə dedim belə bir şey götürüm. Nəysə sizə tam yaxşı göstərə bilmədim. Bunu indi atacağım yumağa, ikisini də. Amma çox qəşəngdir, risimkasına falan baxın.
Keçən vlogda söz vermişdim ki, bəs Temudan sifariş etdiyim bu klyonkaya rezin tikəcəyik və indi gəlin birlikdə bunu tikək, həm də sizə göstərim ki, necə tikirlər. Deməli, klyonkanı qoyursunuz və rezinkanı darta, yəni tikirsiniz üzərinə. Yəni rezinkanı mütləq dartmaq lazımdır ki, arxa tərəfdən tikiləndə büzülmüş olsun. Mən çox bəyəndim əslində. İndi sonda görəcəksiniz nəticəsini. Əslində düşünmüşdüm ki, rezinkanı çox nazik almışam, çox yaxşı büzməyəcəkdi. Hətta tikən etaplarda fikir verirdim ki, deyəsən çox yaxşı büzülmür, amma elə deyilmiş. Həqiqətən də sonda fikir verəcəksiniz ki, çox qəşəng oldu. Yəni bunu siz qalın rezinka ilə də tikə bilərsiniz. Mən bu rezinkanın metrəsini 20 qəpiyə aldım. İndi isə gəlin birlikdə buraları təmizləyək və klyonkayı sərək, görək necə görsənir. Əslində belə daha yaxşıdır ki, bəs sürüşməyəcəkdi. Ona görə mən çox bəyəndim. Düşünürəm ki, eləyə bilərsiniz. Həqiqətən də qəşəng oldu da. Kim ki sevmir klyonka, belə alıb və yaxud da başqa bir klyonka alıb belə büzməli şəkildə sizə tikə bilərsiniz. Tam stolunuzun üstünə oturacaqdır. Gülümüzü də bura qoyacağıq belə. Məndə belə bir şey var. Bu tarelka altılığı deyirik də biz, Amerikan servisi. Baxın belə 4 dənə almaq istəyirəm. Bu ölçüdə görüm tapsam, əgər desən Dekolifdə var. 4 ədəd bundan, daha doğrusu 3 ədəd almaq istəyirəm. Biri var. Bir də bunun balacası var idi, görmüşdüm orada. İndi baxaram. Əgər bunun eynən bu ölçüdə olanı varsa, 3 ədəd də alacağam. Belə düzərim, daha qəşəng görsənər düşünürəm. Amma hələlik belə qoyaq deyirəm. Belə. Belə. İndi tam istədiyim kimi oldu. Baxın, çox qəşəng görsəndi belə. Mən əslində bunu sifariş eləyəndə düşünmüşdüm ki, onun bəzək hissəsi bura düşünürdü, amma fikirləşməmişdim ki, üstündə oynayacaqdı, yəni sürüşəcəkdi. O da yaxşı ki, elə biraz belə göndərdilər bu ölçüdə. Və tikməyə də yerim oldu da. Əslində Temuda var, bunlar doludur belə rezinkalı. Siz özünüz eləmək istəmirsinizsə, Temuda bunların cürəbəcürəsi var. Yəni rəngbərəng, güllü, çiçəkli və yaxud belə sadə doludur. Yəni istəsəniz yazarsınız, orada gələcəkdir.